Maştağa qəsəbəsində itkin düşmüş kimi axtarışlara aparılan və 10 gün sonra tapılan qızların psixoloji qiymətləndirilməsi aparılıb. Bu barədə Qafqaz İnfonun sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. Sığınacağa yerləşdirilən yetkinlik yaşına çatmayan qızlarla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və psixoloqun iştirakı ilə aparılan ilkin söhbətlər zamanı onlarla və ailə üzvləri ilə psixososial işlərin aparılmasının zəruriliyi müəyyən edilib. Arzu etdikləri təqdirdə onların müvafiq peşəyə yönəldilməsi istiqamətində də lazımi tədbirlərin görülməsi ilə bağlı işlər davam etdiriləcək. İstintaq prosesi davam etdiyi üçün hadisənin detalları barədə əlavə məlumatın verilməsi zəruri hesab edilmir deyə Teymur Mərdanoğlu bildirib. Qeyd edək ki, dayı qızı, bibi qızı olan 2008-ci il təvəllüdlü və 2007-ci il təvəllüdlü şəxslər 16 aprel tarixində yaşadıkları ünvandan çıxaraq itkin düşüblər. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qızlar aprelin 26-sında tapılıblar. Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışlara aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.